Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, istədim çəkəm həm toyuqlarımı sizə görsədəm, həm də bir mövzuya toxunam. Deməli, bir abunətim yazmışdı ki, H vaksini nədir, nə üçün vurulur? O haqda dedim, video çəkim paylaşım, həm də məlumat verim o haqda. Deməli, əziz izləyicilər, ilk öncə videomuza keçməmişdən öncə artıq dərəcədə xahiş edərdim sizdən. Əgər kanalımıza abunə deyilsinizsə, kanalımıza abunə olun, videolarımıza da like qoyun. Belə. İndi əzizlərdə deməli, düzələ toyuqlarımıza daha doğrusu çörəkdir, kəpəkdir, belə qarışdırmışam. Yumurtanın belə deyək, qırıqları zat var idi, kalsidir, onları qarışdırmışam. Yəni yeminə bax beləcə hazırlayıb qoymuşam, yeyirlər. Bir də ot, görürsünüz orada otlar var. Ot tökmüşəm. İndi yeyirlər. Belə, orada da kürt toyuğumuz yatır. Kürt toyuğumuz çox belə deyim, yaxşı yatmadı. 2 dəfə altına yumurta qoydum. Bilməm bu biri toyuqlar mane oldu, nədir? Qırdı, elədi yumurtaları. Axırda 2 dənəsi qalıbdı. İndi görək o da çıxar ya çıxmır. 2 dənə içində bala var. Hardasa 21-nə zada belə çıxmalıdır. İndi görək nə olur. O biri İndi o 2 dənələr çıxsa əgər, bir altına da çox yox, 5 dənə alıb tökəcəm, 7 dənə qoy saxlasın. Çox istəmirəm. Həm o 5 dənə cücəm var, düzdür onlardan ikisi toyuq, 3'ü xoruzdur. Plus da, belə deyək, burada da bir harca 20-dən çox toyuğum var. Çoxunu çox istəmirəm elə, yem çatdırmaq olmur. 25 dənə zat budur, bir 5-6 dənə də 2 dənə də o birisi fərələrdən, o cücələrimdəndir. 3'ü xoruz bayaq dediyim kimi, ikisi fərədir. İndi bu bazı cücələrdən də nə çıxar, plus da altına alacağım. 30 dənə fərə oldu, bəsdir. Belə. Hələ 1-2 il bunlara baxaq, bunlar hamısı belə deyək, cavan fərələrdir. Belə əzizlər, indi keçək mövzumuza. Deməli, bayaq qeyd elədim ki, bir abunətim yazmışdı ki, H vaksini nədir, nə üçün vurulur? Deməli, əziz izləyicilər, bilənlər bilir, bilməyənlər üçün deyirəm. H vaksini ümumiyyətlə cücənin 2 ay tamam olanda vurulur və deməli 3 aydan bir, yəni bir də 5 ayında və 3 aydan bir bütün ev quşlarına deyək, hündüşkana, toyuğa, cücüyə, bir də həştərxanlara vurulur. Deməli, bir çox virus xəstəliklərinin qarşısını alır. Ümumiyyətlə, çox adam deyir, yaz başı, bir də payız başı onu vurmaq lazımdır. Ancaq mən valla 3 aydan bir vururam. Toyuqlarda da görürsünüz ki, heç bir, belə deyim, xəstəlik zat da yoxdur. Yəni, heç bir problemlərlə üzləşməm. Ona görə elə az-az, daha doğrusu 3 aydan bir vursaz daha da yaxşı. Yəni, elə baha da bir dərman deyil, 1-2 manatdır. Alırsınız, 100 qram suya qatıb vurursunuz. Deməli, bir dənə içində duzlu tabletkası olur. Duzu deyirlər, bir də ampul olur. Onu 100 qram suya qatsız, yəni 100 toyuqluqdur. 2 aylıq cücələrə 200 dənəyə gedir, çünki yarım qramdan vurulur. Böyük hündüşkarlar isə 2 qramdan vurulur. Balacalılar isə 2-3 ayına kimi yarım qram vura bilərsiniz, ondan yuxarı 1 qram. Anaş, ataş hündüşkarlar isə 2 qram döş qəfəsinə vura bilərsiniz. Yəni, bu vurulan toyuqlar ümumiyyətlə çox yaxşı olurlar. Yəni, belə deyək, xəstəliyə zada davamlı olurlar, xəstələnmirlər, virus xəstəliklərinə qarşı davam gətirirlər. Hətta mən çox vaxt belə deyək də vurmuşam, bu hava yağışlı olanda virus olur da. Görmüşəm ki, bəziləri qıqqıldayır, xırıldayır.
Ancaq o iynəni vurduğumdan heç nə olmur. Hava düzələn kimi yenə yaxşı olur. Yəni burada indi yoxdur, əvvəllər olurdu elə toyuqlarım. Ona görə o H vaksini ümumiyyətcə vurulmalıdır. Çünki bəzi abunəçən bir də görsən yazır ki, ay hər şey Allahın əlindədir, biz heç nə vurmuruq. Öləndə ölür, qalanda qalır. Yəni o öz məsləhətinizdir, yəni özünüz bilərsiniz. Ancaq mən valla 3 aydan bir vururam. Yəni nəticəsini də görürəm, yaxşıdır. Yəni o demək deyil ki, Allahın əlindədir və heç nə eləməyək. Düzdür, Allah saxlayanda onsuz da saxlayır. Ancaq bizim peyğəmbərlərimiz insan üçün də cana xeyir olan dərmanlar icad edibdir, bitkilərdən, zatdan. Yəni əgər hər şey Allahın əlində olsaydı, onda bizim özümüzün də dişimiz ağrıyanda, başımız ağrıyanda dərman içməkdə deyə Allah ağrımızı kəs, həkimə getməyək. Yəni belə şeylər lazımdır. İynədir, dərmandır, nə bilim digər şeylər, vitaminli şeylər lazımdır ki, yəni sağalmaq üçün insan özü üçün də onu edir. Ona görə toyuqlara da bu mütləqdir. Yəni eləmək lazımdır. Belə, yəni H vaksini odur. Cumaya qarşı deyirlər, o vurulur 3 aydan bir. Yəni abunəçimin belə deyək də, istəklə bu videonu çəkdim ki, yəni nə deməkdir. O H vaksini getsiz baytara deyirsə H vaksini verin, yəni cumaya qarşı belə deyək, iynədir cumaya qarşı. Onu toyuqların döş qəfəsinə alıb belə deyim vurursunuz. Və nəticəni də özünüz görəcəksiniz ki, çox yaxşı, faydalı, xeyri olur. Belə. Xoruzlarımız da 3 dənədir. Biri sultandır, ikisi isə lütboğazdır. Buldirçilərdir, bəlkə o lütboğaz. Balaca düzələrimdən yaxşı xoruz olsa, bir dənəsi var qırmızıdır, istəyirəm onu saxlayayım, bir də o da yekəlsə, yəni ölməyib qalsa, belə deyəcəyik, bunları satacağım. Belə əziz izləyicilər, artıq videomuzu yekunlaşdıraq. Hər kəsə təşəkkürlər. Kanallarımıza, Quşlar TV-yə, Lal Ördəklər TV-yə, həmçinin Kənd Heyvanları kanalına abunə olun. Videolarımıza da like qoyun, çünki biri-birindən gözəl, faydalı videolar gəlir. Belə, bu qədər. Hər kəsə təşəkkürlər. Bütün yemi eşir, nerviləndir. Təşəkkürlər, sağ olun, salamat.